senin şənine şayar. Xalqımızın qəhrəmanlıq tarixinə çox şanlı səhifələr yazıb qədim Gəncə. Onun daş divarına işıq verən də elə bu tarix idi. Çox yüzilliklərin dizini qatlayıb bu şəhər. Zaman-zaman tarixin ağır sınaqları ilə üz-üzə gəlib. Hamısından da üzü ağ çıxıb. Keçmişinin üzünə həmişə şax baxıb. Gözəlin bu səsidir aşiqə esən. Qoymas olsun çiçəklənən əməlim. Hər zaman intizarını çəkirəm. Bülbüləm mən, Nizami, gülşəndə gülümün ahuzarını çəkirəm. Böyük Azərbaycan şairi Nizami Gəncəvi 880 il əvvəl qədim Gəncə torpağında dünyaya gəldi. Ömrü boyu Gəncədə yaşadı. Gəncədə yazıb yaratdı. Onun və doğulduğu torpağın adı dünyanı gəzdi. O, söz mülkünün sultanı oldu. Öz ölməz əsərləri ilə sözə heykəl qoydu. Bu sözün sehrinə olan ehtiram onun məzarını 100 illərdir ki, ziyarətgaha çevirib. Azərbaycanın elə bir qədim şəhəri yoxdur ki, orada İslam dünyası üçün əziz olan bu mübarək günün şərəfinə adlandırılan məscid olmasın. Daim xalqımızın inanc yeri, ümid yeri olub bu din ocaqlar. Gəncədə bu Allah evini çoxları Şah Abbas məscidi kimi tanıyır. Çünki bu müqəddəs tikilini Səfəvilər dövlətinin 42-ci hökmdarı olan 1-ci Şah Abbas inşa etdirib. Cavad xan mərdlik, əyilməzlik rəmzi kimi qalıb yaddaşlarda. O, Çar Rusiyasının işğalçı ordusuna qarşı son damla qanına kimi vuruşub, bir addım da geri çəkilməyib. Belə döyüş meydanında da qəhrəmanlıqla şəhid olub. Nə çarizmin, nə də Sovet rejiminin qadağaları, repressiyaları Cavad xanın adını xalqımızın ürəyindən silə bilmədi. Məzarı üstündə ucaldılan bu türbə də ona olan əbədi məhəbbətdən danışır bizə. Xan bağı ayrıca bir tarixdir. Əsrlərdir ki, Gəncənin keşməkeşli, ağlı qaralı keçmişinə şahidlik edib o. Yaşıl bir adanı xatırladan Xan bağı, Prezident İlham Əliyevin sözü ilə desək, nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq gəzinti üçün, istirahət üçün bağ deyil, bizim mənəvi tarixi sərvətimizdir.
İmamzadə məqbərəsi Gəncəbasarda ən ağır ocaq kimi tanınır və tarixi baxımdan da onun ağırlığı çoxdur. Yaşı 1200 ilə yaxındır. Bu dini ziyarətgah İmam Məhəmməd Baqırın 8-ci əsrdə vəfat etmiş, oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında salınıb. Tək Gəncəbasar yox, Azərbaycanın hər yerindən bura ziyarətə gəlirlər. İnsanın batili kimi zahiri də pak olmalıdır. Bu düşüncə dinimizdə də yer alıb. Şərqin bütün şəhərlərində məscid və hamamların bir-birinə qonşuluğu bəlkə elə bu düşüncə ilə bağlıdır. Gəncədəki inşa tarixi 1606-cı ilə təsadüf edən Çökək hamamı da Cümə məscidinin yaxınlığında tikilib. Azərbaycan tarix boyu müxtəlif millətlərin, etnik qrupların və milli azlıqların dost-qardaş kimi yaşadığı bir diyar olub. Gəncədəki Pravoslav kilsəsi 1887-ci ildə yerli xristiyanların və müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. Sovetlərin hakimiyyətə gəlişi ilə bu dini ocağında qapıları bağlanıb. Ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu dini məbəd əsl sahiblərinə qaytarılıb. Gəncə Dövlət Kukla Teatrı bu qədim şəhərin mədəni həyatına rəng qatan, balacaların çox böyük həvəslə üz tutduğu bir ünvandır. Teatr cavandır, 35 yaşı var. Ancaq bu illər ərzində bir çox beynəlxalq festivallarda çıxış edib mükafatlar qazanıb.
Bura qədim Gəncənin musiqi ocağıdır. Onun xeyir-duasını da dahi Üzeyir Hacıbəyli verib. Məhz bu filarmoniyanın təməli böyük bəstəkarımızın təşəbbüsü ilə qoyulub. Azərbaycan musiqi mədəniyyətinə çox görkəmli simalar bəxş edib bu sənət ocağı. Əməkdar rəssam Şaiq Məmmədov bədii metal işləmə üzrə sayılıb seçilən sənətkarlardandır. O, Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət Kafedrasının professorudur. Onun əl işləri əsl sənət nümunələridir. Cavad xan filmindəki qədim Gəncə müdafiəçilərinin bir çox geyimlərini də Şaiq Məmmədov hazırlayıb. Xarratların, dülgərlərin el arasında həmişə böyük hörmət olub. Çünki keçmişdə elə insan olmazdı ki, onlara işi düşməsin. Təzə tikilən evin qapı pəncərəsindən tutmuş araba, xana, cəhrə, sandıq, həvəngdəstə, beşik, çömçə, qaşığa kimi evimizin etnoqrafik mənzərəsində ən çox yer tutan elə bu peşə sahiblərinin əl işləri idi. Saləddin Məhərrəmov ağac işləmə üzrə rəssamdır. Onun ürək bağladığı taxta üzərində oyma sənəti də elə o uzaq illərin yadigarıdır. Əsir toxumanın tarixi çox qədimdir. Onun sorağı bayatılarımızda, zərb məsəllərimizdə yaşayır. Bu qədim el sənətinin izləri bizim neçə-neçə xalq mahnısına şirinlik qatıb. Dəyişən zaman bu qədim el sənətinin də yerini daraldıb. Lakin onun işığına üst tutanlar da az deyil. Usta Vilayət Qurbanovu Gəncədə hamı yaxşı tanıyır. Çünki onun hazırladığı Gəncə səbətləri bazarların yaraşığıdır. Bu səbətlər gözəlliyindən daha çox uzaq keçmişimizin qoxusunu yaşatdığı üçün əzizdir bizə. Rasim Hüseynovun üzərinə naxış vurduğu çini qablar təkcə məişət rahatlığı yox, həm də evlərə bir gözəllik işığı gətirir. O, əsasını qoyduğu çini qablar və keramika üzərində miniatür rəssamlığı ilə bir çox beynəlxalq sərgilərdə iştirak edib. Onun əl işləri adlı-sanlı muzeylərdə nümayiş olunub, bir çox məşhur insanların kolleksiyalarını bəzəyir.
Gəncə xalçaları daha çox rəng parlaqlığı ilə seçilir. Bütövlükdə Azərbaycan xalçalarında bir muğam ovqatı var. Muğamlarımızı fəhmlə dinləyəndə onlarda xalçalarımızdakı naxışları, rəngləri görürsən sanki. Dünyanın hikməti muğamlarda bəzən zil, bəzən də bəm səslə, xanəndənin vurduğu şirin xallarla, xalçalarda isə ilmə, naxış və bir-birini əvəzləyən rənglərlə dilə gətirilir. Bu mənada onlar qohum sənətlərdir. Bu rəqs ansamblının gözəl bir adı var. Gəncə Qönçələri. Şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri olan bu fidanlar sənət yoluna təzə-təzə qədəm qoyurlar. Onların arzularının çiçək açacağı illər hələ qabaqdadır. Heykəltaraş Qasım Qasımov Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimidir. O indiyə kimi 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olan 70-ə yaxın igid Azərbaycan oğlunun büstünü və barelyefini hazırlayıb. İstedadlı heykəltaraş bu işləri təmənnasız görüb. Xəmsə ritm qrupunun yaşı az olsa da, uğurları çoxdur. Onların hərarətli çıxışları həmişə tamaşaçıların ürəyincə olub.
Ötən yüzillikdə erməni daşnaqları xalqımıza qarşı çox qanlı cinayətlər törədiblər. 2020-ci ilin oktyabrında Qarabağ müharibəsi günlərində döyüş bölgəsindən uzaq olan Gəncənin bombalanması, raket atəşinə tutulması xain düşmənin alçaq xislətini bir daha göstərdi. Bu məkirli hücum zamanı 27 nəfər şəhid oldu, 155 nəfər yaralandı. Dinc əhaliyə qarşı törədilmiş bu qanlı cinayət əslində bir soyqırım aktı idi. Gəncə şəhidləri. Tarix, zaman onlara öz sələfləri, bu yurdun igid oğlu Cavad xan kimi bir talih yazdı. Gəncənin bu cavan mərd oğulları da torpaqlarımızın azadlığı uğrunda qurban getdilər. Onlar Cavad xanın ruhunu şad etdilər. Xalqımıza əbədi başucalığı gətirdilər. Böyük qələbəmizin, zəfər gününün sevincini yaşayır xalqımız. Ömür boyu Azərbaycanla nəfəs alan ulu öndərimizin ruhu da sevinir indi. Ümummilli liderimiz bu günün gələcəyinə, doğma torpaqlarımızın azad olunacağına inanırdı. Çünki böyük qələbəyə gedən yolun təməlini özü qoymuşdu. Bu yolu başa çatdıran isə onun özü qədər inandığı əziz övladı, Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev oldu.